Xoş gördüyünüzü, hamınızı təşəkkür edirəm ki, bugün dəyərli vaxtınızı ayırıb gəlmişsiniz. Mənim adım Hacı Qəfərovdur. Qısa özümə keçməyinizdən əvvəl istəyirəm ki, mən əvvəl çıxışayınız fikirlərə təşəkkür edirəm. Çünki baxsaz, bugün mənim üstümə yüklənən məsuliyyət zaten ağırdır. Bəlkə də mənə görə dünyanın ən ağır səhnələrindən birindən çıxış edirəm TEDx-də, çünki bütün dünya bunu izləyə biləcək. Amma bundan daha ağır məsələ oldu ki, mənim yaşım qədər təcrübəsi olan insanlar məndən əvvəl danışdılar və o qədər dəyərli ifadələrlə bura miras qoydular ki, mən məcburam ki, onlara layiq danışım. Ona görə də çalışacağam ki, bugün biraz daha lakanik və dolğun danışım. Amma əsas istəyirəm ki, mən kimdən və nədən danışacağam, onlardan bəhs edeyim. Məşhur bir kitab var, oxumamışam, adını oradan götürmüşəm. İnsanı yaşadan nədirdən danışacağam. İnsanı yaşadan nədir? Mən ondan danışacağam, amma istəyirəm ki, biraz məni tanıyasınız ki, sonra deməyəsiniz ki, yəni adamların 20-30 ilə yaxın təcrübəsi olan yerdə onların təcrübəsi qədər yaşı olmayan biri gəlib bizə nə danışacaq. Ona görə məni tanımağınızı istəyəcəm, biraz özümü tərifləyəcəm. Bu mənim və danışacağım şey budur. Bu da mənim hardasa bir 19-20 il bundan əvvəlki versiyamdır. O ağıllı baladır, çox ağıllı baladır, məktəb birinci sinif əlasılıqla tutarıbdır. Hamı onu öpür, qucaqlayır, sən bizim gələcəyimizsən, yaxşı olansan, bomba olan olacaqsan falan deyir. Hələ uçaskov olub, ailəyə dəstək olacaqsan deyənlər də var idi. Sonra biraz daha böyüdü, harca bir 50-60 sm boyu uzandı, eyni nisbətdə saçı uzandı. Amma bir fərq var idi ki, birinci sinifdəki Hacı riyaziyyatı çox sevirdi, amma bu şəkildə gördüyünüz Hacı harca 8-də oxuyur. O riyaziyyat və dəqiq elmlərinin arası heç yaxşı deyil. Səbəb nədir? 7-ci sinifə qədər heç vaxt 2 almamışdım mən. Bir kimya dərsi başladı, 7-ci sinifin ilk dərsi idi. Kimya müəllimimiz gəldi, dedi ki, mənim 2 yazmaqdan xoşum gəlir. Mən də ağıllı balayam. Donquldana dedim ki, amma içimdə deyirəm, necəsə müəllim eşitdi də, gərək müəllimə bir dənə dəftər alaq, o boş vaxtlarını 2 yazsın. Müəllim də sağ olsun, bizi xarda salmadı, mənə dedi ki, gətir gündəliyini. İlk işimi orada aldım. Ondan sonra dedim ki, mən bir 2 almamalıyam. Amma ağıllı balaydım, pis təsir eləmişdi 2 almaq. Evdə də deməmişdim, indi eşitdilər valideynlərim də. Görən evdə mənə gözləyir, həqiqətən çox maraqlıdır. Daha sonra ağıllı bala olduğum üçün İqtisad Universitetinə qəbul oldum. Türk Dünyası İqtisad Fakültəsində marketinq ixtisasından məzun oldum. Universitetə 492 balla girdim. Bunlara xüsusi işlə deyirəm ki, sonra bura qayıdacağım və mənim əsas danışacağım şey nədir? Mən bugün danışacağım şey insanın yaşadan nə idi? Mən bunu real göstərmək istəyirəm ki, sizdə bu vizyon yaransın. Bu əlində gördüyünüz butulkanın içində məni yaşadan şey var. Yəni, mən bir cinin əlində tutmuram. Bu, içində mənim onurğamdan olan bir fəqərədir və sözün əsl mənasında məni yaşadan şey budur. İndi bunu yadınıza saxlamağını istəyirəm ki, növbəti hissəyə keçəndə məsələni itirməyək. Burada gördüyünüz kimi ağıllı balayam, universitetdə yaxşı oxumaya çalışıram, amma universitetdə qara gürültü qrupları var, bəlkə sizdə də olubdur. Hamı deyir ki, bəs biz dayımız yoxdur, qabağa gedə bilməyəcəyik, tanış yoxdur, biz qabağa çəkən lazımdır. Mən də o qruplun içində idim, fikirləşdim ki, yox, ola bilməz də, bir yolunu tapmaq lazımdır. Amma mən universitetdə yaxşı oxuyurdum, fikirləşdim ki, mən hardansa bir yerdən yapışacam da. Bir dəfə bir müəllimim mənə yönləndirdi ki, Hacı, bəs sən ağıllı balasan, get bu müəllimə yaz, səni işə tövsiyə eləmişik və həmin müəllimlə görüş. Həmin müəllimə yazdım, bəs salam verək salam, ki, bəs Qəndər müəllim deyib ki, sizinlə görüşüm. Qəndər müəllim dediyi görüşmək üçün yazdığım adam mənə dedi ki, geri dönüş edəcəm. O geri dönüş üstündə bir 14 gün keçdi, geri dönüş yoxdur. Dedim, yenə yəqin ki, bir qara gürültü reallaşdı. Gəldim dost qurğumuzun yanına, dedim ki, bəs həqiqətən düzülmüş də, ölkədə təcrübəsi yoxdur deyə gənclərə iş vermirlər falan filan. Başladım o qara gürültüləri böyütməyə. Bizim orada yaxşı bir dost qurğumuz var idi, hamımızın çox yaxşı Facebook profillərimiz var idi. Nə paylaşsaq tuturdu, dostlarından biri paylaşdı ki, bəs gənclər üçün, iş üçün tələb olunan şey təcrübədir, təcrübə üçün iş lazımdır, gənclər neynəsin? Bu, həmin dövrdə çox məşhur olmuşdu, 2020-21-ci illər idi. Amma mən dedim, yox da, belə olmaz, neyniyim? Dedim, ağıllı bala olaraq asan xidmətə. Asan xidmətə bir dəfə müraciət elədim, qəbul olmadım. İkinci dəfə müraciət eləyəndə dərs cədvəlimə görə uyğun deyildi, yenə qəbul olmadım. Dedim, atalar 3-dən deyibdi, evimizin yaxınlığında biri açılmışdı. Getdim, oraya müraciət elədim, xoşbəxtlikdən qəbul elədilər. Dedilər ki, yaxşı, gəl.
Biz orada yaxşı bir qrup olduq, yaxşı əyləndik, həqiqətən xidmət elədik vətəndaşlara. Bizim göstəricilərimiz çox yüksəkdir və mən müəyyən dövrdə qrup rəhbəri oldum. Və oradan təklif gəldi ki, sən gəl burada könüllü idarə edib dövlət strukturunda işlə edə bilərsən. O çox bomba təklif idi, amma mənim içimdə qalan bir şey var idi. Mənə geri dönüş olacaqdı. O geri dönüş qalıb axı. Mən o vaxtdan, məktəb vaxtından TEDx-lərə baxırdım və fikirləşirdim ki, belə şeyləri ancaq TEDx-lərdə dinləmək olurdu, yəni başqa yolu yoxdur. Amma Facebook sağ olsun mənə göstərdi ki, tədbirlər var, asan xidmətdə təlimlər edirdik. Gördüm ki, ağlımızda tutduğumuz şeyi edə bilirik, tədbirlər edə bilirik. Ona görə də dedim, mən də özüm kimi bir neçə ağıllı balan yığım ətrafıma, bir komanda qurdum və ölkənin mənə görə o dövrdə tanıdığım ən yaxşı biznes insanların bir yeri yığdım. O adamlardan da biri də məhz mənə geri dönüş edəcək olan Anar müəllimdir. Hələ də geri dönüş yoxdur və fikirləşirəm ki, mən Anar müəllimi tədbirə çağıraraq o mesaj verirəm ki, mən siz çağırmazsam, mən görün nə qədər inkişaf elədim, sizi tədbirə çağırıram. Mən təşkilatçı olduğum tədbirə sizi spiker edirəm. Amma gəl zaman, geç zaman gördü ki, elə deyilmiş. Bu tədbir batdı. Mən çox pis depressiyaya düşdüm. Hədsiz çox pis depressiyaya düşdüm. 2 ildən sonra ilk dəfə ağladım. Gəldim, gecələr çox pis dərdliydim, dəhşət dərdliydim. Sonra Murad deyə bir dostum var idi, o zəng elədi. Bəs dostum dedim, sonradan dost olduq. Hacı, dərs cədvəlini at, dərs cədvəlini atdım. Bəs sabah gələrsən, gələ bilirsən, dedim, gələrəm. Həmin o, mənə geri dönüş edəcək Anar müəllim mənə iş təklif elədi. Mən həmin şirkətdə işə başladım. İşə başladığım gün də məhz 4 il əvvəl bu gün idi, mayın 5-i idi. 5 may tarixində mənim artıq korporativ həyatım başladı. Şirkətdə ilk olaraq təcrübəçi olaraq başladım, daha sonra market meneceri oldum, nə qədər menecer demək olmasa da. Daha sonra satışda oldum, daha sonra biznes inkişafı mütəxəssisi oldum. Daha sonra dedilər ki, hadi sən bomba olansan, gəl bir startupımız da var, onunla məhsul sahibi ol. Nə gəldi, üstümə yaxdılar. Amma mənim yaxşı tərəfim nə idi? Mən gənclərlə ibarət bir ayrıca komanda qurdum. Öz kafa dengim olan insanlarla işlədim. Və o yoldaşlarla bir yerdə bir startupı böyütdük. Həmin startup bu dəqiqə qlobal səviyyədə tanınan tədbirlərdə iştirak edir, tanınır, bilinir və biz burada gördüyünüz yoldaşlar artıq az əvvəlki spikerlərin bəzilərinin çalışdığı qurumlarda, bəzilərinin əməkdaşlıq edib, müştərisi olduğu və yaxud da ki, oradan xidmət aldığı qurumlarda yaxşı vəzifələrdə çalışırlar. Yəni, yaxşı mühit yaratdıq orada. O mühitdən sonra mən dedim ki, mənim axı bir tədbir ideyam da var idi da, o tədbir ideyasını gerçəkləşdirməli idim mən. Çünki ürəyimə qalmışdı, mən istədim cəmiyyətə fayda verim həm də. Mənə görə əsas məsələ insanların geri çəkilməyi idi, vaz keçməyi idi və sahibkarlarda gördüyüm şey o idi ki, onlar geri çəkilmirlər, vaz keçmirlər, qabaqlarına maneə çıxsa da geri addım atmırdılar. Mən bunu təqdim eləmək istəyirdim, amma gördüm ki, sahibkarlar yox da indiki gəncləri çox cəlb eləmir, daha aktual bir mövzu tapmaq lazım, sosial medianı tapdıq. Burada gördüyünüz yoldaşların bəzilərini deyim, birinci Osmanın başını pişirdim ki, Osman belə bir sosial media forumu eləyək, onu eləyək, bunu eləyək. Osmanın saqqızına uğradım. Növbəti mərhələdə Nuray var, onun saqqızına uğradım. Növbəti mərhələdə Nurlanın saqqızına uğradım. Sonra Nurlandan sonra Muradın, Nəzrinin belə bir 6-7 nəfərin başını pişirdim. Onların başını pişirəndən sonra artıq bir də gördüm bir 50 nəfər olmuşuq. Bu şəkildə gördüyünüz uşaqlar olubdular. Mənim də başını pişirdiyim adamlar başqalarının da başını pişiriblər. Çünki heç bir maddi mənfəət güdmədən gənclərə fayda olmaq üçün bir tədbir elədik. Bu tədbiri birinci dəfə eləyəndən sonra ikinci dəfə elədik. Ümumilikdə 1500-dən çox gəncin həyatına toxunduq. Bunu çox rahatlıqla deyə bilirəm. Çünki onların sosial media vərdişlərini ölçüləbilir formada dəyişdirdik. Faydaya çevirmələrin dəstəyi olduq. Amma bunu biz eləmədik. Həmin tədbirdəki danışan təcrübəsini bölüşən spikerlərlə biz sadəcə körpə olmağı bacardıq. Mən daha sonra bu fayda məsələsi mənə çox təsir elədi. Həmin ərəfədə də əvvəlki çalışdığım şirkətdə axı mən bomba olan idim da. Nə gəldi, yüklənmişlər üstündə, onu da yeyərsən, bunu da yeyərsən. Sonra bir maraqlı təklif gəldi. Hər yerdə göründüyümə görə dedilər ki, gəl sən Baksedə çalış. Hansı pozisiya? Təhsil İnkişaf Fondunun bir layihəsi var. Tələbələr hər ay 5 GB ödənişsiz internet verir. Hər ay. Və mənə çox maraqlı gəldi ki, mən istəyirəm ki, tələbələrə faydalı ola bilim, gənclərə faydalı ola bilim. Və bunun üçün də şirkət əməlli başlı bir resurs yaradıbdır və mənə də təklif edir ki, gəl burada çalış.
Mən həmin layihədə, elə bir layihə inkişafının mütəxəssisi olduğum dövrdə 10 minlərlə tələbəni ödənişsiz nömrələ təmin elədik. Eyni qaydada onları hər ay ödənişsiz internetlə təmin elədik. Yəni, bu mənim üçün ən böyük fəxr saydığım uğurlardan biridir. Paralelində isə yenə də orada bir 60 nəfəri yazı bir komanda qurduq və onların hamısı tələbə idi. Və bəlkə də aralarında artıq əmək fəaliyyətində çox yaxşı yerlərə istiqamətlənənlər də var. Mən isə bu mənim biraz daha korporativ karyeramdır. Hazırda Hazır şirkətində yaxşı hədiyyə qutular satırıq, yaxşı şokoladlarımız var, amma bunları reklam olsun deyə deməyəcəm. Orada da yeni gənclərlə işləyirik. Şəkildə gördüyünüz yoldaşlar bizim satış komandamızdır və ölkədəki qutu rekordunu qırdıq bu yoldaşlarla bir yerdə və faydalı olduq həqiqətən. Yəni, yaxşı məhsul satırdıq. Bunlar mənim korporativ karyeram, amma biraz da dedim axı, mən ağıllı balayam, yaxşı oxumuşam, universitetdə də çox çalışmışam falan. 3-cü kursa qədər mən o qədər işləyirdim deyə vaxtım olmurdu ki, universitetdəki aktivitələrə qoşulum. Bir dəfə dostum dedi ki, Əlas Təqaüd proqramı deyilən bir şey var. Mən edim televizoru çıxaracaqlar mən, çünki İctimai TV-də görmüşdüm. Ora müraciət elədim, seçildim. Ölkənin məncə tələbələr üçün yaradılmış ən yaxşı təqaüd proqramında iştirak edən biri oldum. 2000-dən çox müraciət edə biləcək tələbə var idisə, 110 nəfər seçildi və biri mən oldum. Mənim üçün çox böyük uğurdu. Daha sonra Teknis təqaüd proqramı var idi. Orada da seçildim. 100% təqaüd qazandım. Həmin təqaüd üzrə rəqəmsal marketinq ixtisasında zümrüd sertifikat qazandım ki, ən yüksəyi idi. Bir də 3-cü kursun axırında mənə dedilər ki, Erasmus Plus deyə bir şey var. Sən Avropaya gedirsən, sənə bütün xərcləri qarşılayırlar, yeyirsən, içirsən, hətta təyyarə biletinə qədər verirlər. Bəxtimdən bir dənə layihə çıxdı qabağıma, Almaniyada keçirilirdi. Oradan müraciət elədim. Necə qəbul aldığımı danışacağım. Qəbul aldım. Getdim Almaniyaya. Almaniyada çox maraqlı insanlarla tanış olduq. Fərqli 6 ölkədən nümayəndələr var idi. Bu şəkildə gördüyünüz eynəkli olan mənimlə o biz tərəfdə olan qız, yəni kağızı tutan qız, mən fikirləşirdim ki, ölkədən bəlkə də qaçmaq olar. Hazır, yəni də yaxşı da ağıllı qızdır. Evlənim, pasportu da əldə edeyim, çıxım aradan. Amma layihə 10 gün olduğuna görə o təəssüf ki, ola bilmədi. Sonra qayıtdım. Sonra qayıdandan sonra bir də getdim. Bir dənə də layihə vardı Gürcüstan, oraya müraciət etdim, oradan seçildim. Bunu mən Instagramda yaxşı close friends var, orada paylaşmışam. Layihəni qutarandan sonra bir gün bizə ekstra verirlər ki, sən orada gəzib əylənə bilərsən, həm də ölkənin mədəniyyətini tanış ola bilərsən. Şəkildəki dostum Fəriddir. Fərid dedi ki, orada kazino deyə bir yer var, hansı ki o Gürcüstanda legaldır. Ora bir dənə girək. Evdəkilər də mənə elə bilir ki, həqiqətən oxumağa getmişəm. Onu paylaşdım. Mənə elə gəlir ki, həqiqətən də hələ də elə bilirlər ki, orada oxumağa getmişəm. Amma kazinoda da girdim, narahat olmadım, heç bir pis hərəkət eləməmişəm. Qorxmuyorum. Arxadadır. İndi isə qayıdım əsas məsələyə. Məni yaşadan nədir? Yavaşlar, bu xatırladınız da bu nədir? Az əvvəl dedim. Bu, onurğamdakı bir fəqərədir. Bunun tarix hissəsini danışım sizə. Mən dünyada 2 milyardda bir insanda rast gələn bir sindromla dünyaya gəlmişəm. Bunun adı elində Tetrikorddur. Tetrikordun açıqlamasından çox girmədən qısa deyim ki, ağır onurğa ilik sindromu gedir və onurğa ilə bağlı bir ciddi problemdir. 2 milyardda bir olduğunu nəzərə alaraq başa düşmək lazımdır ki, dünyada çox az yerdə bunun müalicəsi və həlli var. Və mən 2007-ci ildə ailəmlə bir yerdə 2000 illərə qədər də gəzmədiyim həkim, klinika və yəni müayinə mərkəzi qalmamışdı. Çox təəssüflər olsun ki, o vaxt üçün tibbi imkanlar və həkimlərin hava səviyyəsi ona imkan vermirdi ki, mənə düzgün diaqnozun yaxından belə keçməyə icazə versinlər. Şükürlər olsun ki, bir həkim var idi, o bu Tetrikord diaqnozunu qoya bildi və yönləndirdi ki, yaxın qonşu ölkələrin birində də yoxlanın. Əgər o diaqnoz üstə gəlirsə, X bir ölkədə əməliyyat olunur. Yaxın ölkədə müayinə olundum, daha sonra müayinədən sonra əməliyyat olundum. Əməliyyat üçün təxmin olunan zaman o idi ki, çox riskli əməliyyat olmasına görə 4 saat ola bilərdi. Amma əməliyyat 8 saat yarım keçmişdi. Əgər əməliyyat da nəzərinizdə olsun ki, onurğa sütunundakı ilik əməliyyatıdır və fəqərələrdən biri götürülür. Orada bir damcı əlin titrəməyi belə
həyati təhlükə deməkdir. Mən şanslıyam ki, həkimim çox yaxşı idi, şanslıyam ki, həkim orada çox diqqətli idi və daha sonra ailəmin də elədiyi söhbətlərdən başa düşdüyüm o idi ki, həkimdən də əlavə orada bir həkimin dediyinə əsasən mənim orqanizmimdə ekstra bir cəhd göstəribdi ki, bu əməliyyat uğurlu olsun. Çünki dirənc olmasaydı, o əməliyyat qətiyyən uğurlu ola bilməzdi. Yəni, deyilən budur. Mən onda başa düşdüm ki, mənim özümdə bir dirəşkənlik var, bir mübarizə hirsi var. Yəni, mən nə eləmişəmsə mübarizə eləyərək yaşamışam, nə bacarmışamsa arxasında böyük bir mübarizə, əzm durur. Və mənə elə gəlir ki, o əzm burada yaranıbdır. O əzm burada yaranıb, çünki o əzm olmasaydı, nə əvvəldən danışdım, mənə özümü tərif ediyim o uğur hekayələri var idi. O şirkətdə işlədim, bunu elədim, onu elədim. Onlar heç bir olası deyildi. Birinci yox eşidən kimi geri qaydasıydım. Birinci yox eşidən kimi başlayasıydım o qara gürültü qruplarına qoşulmağa ki, yox, ölkədə ümumiyyətlə fürsət yoxdur, o yoxdur, bu yoxdur. Amma o əməliyyat oldu deyə, mən o uğurları necə qazandım, onu göstərəcəm. Yəni, əməliyyatın mənə qazandırdığını göstərim. Dediyim kimi, xatırlayırsınızsa 492 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul oldum. Mən universitetə hazırlaşdığım dövrdə cəmi 1 il 3 fəndən hazırlığa gedərmişəm, 11-ci sinifdə. 9-cu sinifdə və 10-cu sinifdə hazırlığa ümumiyyətlə gedə bilmədim. Səbəb o ki, mən böyrəmdə çox dəyişək bir ciddi problem var idi. Mən bütün günü xəstə yerimdə yatırdım, dəyişək pis idi, yəni nəfəs ala bilmirdim. Böyrəyim 2 qat şişmişdi, sağ böyrəyim şişmişdi, içəridə iltihaplanma var idi, nəfəs belə ala bilmirdim bəzi günlər. Mən futbol həvəskarıyam, bizim bir futbol xəbər portalımız var idi. Dostlarım görür ki, mən onlaynam, paylaşımını eləmirəm. Belə bir motivasiya edici məsələ yazmışdılar ki, aslında universitetə girəməyəsən, gəl bir paylaşım elə də, dəstək ol. Oradan sonra mən 11-ci sinifdə cəmi 3 fəndən hazırlığa gedə-gedə mənə görə çox ideal nəticəni yığdım və dövlət sifarişi əsasında tədrisə almağa imkan qazandım, şərait yarandı. Və burada da gördüyünüz kimi yaxşı Instagram var və mən orada yaxşı çox paylaşmamışam. Axtaranda real nümunələri göstərib orada qoya verirəm ki, həqiqətən mən ağıllı bal olmuşam və dirəşə-dirəşə gəlib universitetə girə bilmişəm. Burada isə mən dedim axı, əlazi təqaüd proqramına müraciət eləmişdim və oradan seçildim. Amma xahiş edirəm ki, ekrana diqqətlə baxasınız. Özəlliklə o işarələdiyim yerlərə. Mailin mənə gəlmə tarixinə baxın, zəhmət olmasın. Çox tez gəlibdir. Hədsiz çox tez gəlibdir və mənə deyilən odur ki, tam deyim, yəni 34 dəqiqə sonra sən müsahibəyə gir. Və bu fikir avqustun 31-idir və müsahibələrin sonuncu günüdür. Mən də həmin dövrdə, axı mən çox yükləmişdilər də iş yerimlə. Mən fikirləşdim ki, davayda özüm ayrıca bir şirkətdə qura bilərəm. Onun bir neçə dostundan müzakirə edin, danışım. Bu videonu bir dənə başlada bilsək. Çox önəmli intervyulardan birinə girir. Xəbəri yoxdur ki, biz onu bu dəqiqə görürük və video çəkirik. İntervyudadır, qaçır. Seçməyin. Qaçır, qoşulur, danışır. Vətəndaş, intervyu üçün sakit yerdə oturmaq lazımdır. Həqiqətən intervyu üçün çox sakit yerdə oturmaq lazım idi, amma mənim başqa şansım yox idi. Mən ya orada müsahibəyə girəsiydim, ya da əlazi təqaüdünü ümumiyyətlə itirəsiydim. Amma mən gördüm ki, oturduğumuz yerdə heç mümkün deyil. Dedim, küçənin ortasında oturum. Küçənin ortasından keçən ərəblər mənə baxır ki, bu nə qışqırıq danışır, belə girdilər mənə. Polislər yaxınlaşır ki, sakit ol, deyirəm, xahişəm, bir dənə müsahibə deyəm, qaydacağım. O müsahibəndən sonra bir müsahibə daha oldu, yəni növbəti vəsiqə qazandım. Sonra bir müsahibə daha oldu və mən seçildim. Əlazi təqaüd proqramının 2023-24 kohortunun daxilində oldum. Daha sonra mən dedim, Erasmuslara müraciət eləmişəm. Bir dənə bu videonu zəhmət olmasa. What's your background and why you would like to participate in this situation? First of all, my name is Hazim. I'm former student. O Əli dedikləri adam əslində məni çağırırlar. Ki, qardaş, sən orada nə varsan? Olmaz. Və mən orada Erasmusun müsahibəsinə girəm. Və bilməm, diqqətlə dinlədinizsə, first of all, my name is Hazim falan deyirəm, özümü təqdim edirəm. Amma orada nə internet düzəməli işləyir, nə mən görüntüm görünür onlara, nə də heç bilmirəm, danışdığım başqa şeylər yox. Amma orada müsahibədən sonra mənə feedback verdilər ki,
biz sənin cavablarından daha çox sənin o şəraitə rəğmən, müsahibədən qoşulmamaq ehtimalına rəğmən dirəşib müsahibədə iştirak edərək mübarizə aparmağına görə səni seçdik. Və bu layihədən sonra o kazino olan ölkəyə getdik, orada bir kazinoya girdik və maraqlı layihəyədir həqiqətən. Qayıtdım həqiqətən əsas məsələyə, insan yaşadan nədir? Mənə görə əslində məni yaşadan biraz fikirləşirdim ki, buymuş, amma əslində bu deyildi. Mənə yaşadan əzmkarlıq idi zənnimcə və əzmin arxasında duran biraz daha ülvi məqsədlər idi. Şəkildəki insanları yəqin ki, tanıyırsınız. Da Vinci olsun, Atatürk olsun, Einstein olsun. Bu insanlar dünya tarixini mənə elə gəlir ki, kökdən dəyişdirmiş və istiqamətləndirmiş insanlardır. Baxsaz, heç birinin varlanmaq kimi bir arzusu olmayıbdır. Yəni, bunu çox iddial format deyirəm. Onların əsas arzusu cəmiyyətə fayda vermək idi. Öz sahib olduqlarını qorumaq idi, cəmiyyətini qorumaq idi və dünyanı daha yaxşı yerə gətirmək idi. Mən düşünürəm ki, bəzi arzuları gerçəkləşdirmək üçün əzmdən də əlavə yaxşı niyyət lazımdır. Yəni, yaxşı niyyət, başqalarının haqqına girməmək, eləcə də insanlara fayda vermək insanı həqiqətən uğurlu edən, yaşadan edir. Çünki mənim tələbə dövrümdə bir müəllimin dediyi söz var idi. Deyir, əgər yaşayacaq bir hədəfin yoxdursa, uğrunda yaşayacaq bir hədəfin yoxdursa, gərək uğrunda öləcək bir hədəfin olsun. Bu insanlar da həqiqətən elə idi. Mən isə buradan biraz daha aşağıya çıxıb, üçüncü əsas məsələ nədir məncə insanı yaşadan? Ətrafındakı o 5 nəfər. Mən bu çıxışımı özüm üçün bir dəfə danışandan sonra gördüm ki, çox egoist görünürəm. Yəni, hər şeyi mən elədim görünürəm, amma əsasında mən deyilmişəm məsələ. Əsasında mənim ətrafımda olan o ailəmdir, qardaşım, anam, atam, yaxşı günümdə və çətin günlərimdə mənə dəstək olan, o mənəvi, maddi dəstəyini əsirgəməyən dostlarımdır. O formatda mənə həmişə dəstək olan rəhbərlərimdir. Çətin zamanlarımda mənim yanımda olan komanda yoldaşlarımdır. Bir şey uğrunda çalışarkən olmaz deməyən, davay yoxlayaq deyən dostlarımdır. Yəni, sizin də ətrafınızda, çevrənizdə bu insanlar varsa, əmin olun, çox-çox yaxşı yaşayacaqsınız və arzum da odur ki, siz də sizi yaşadan şeyləri tapasınız. Çox sağ olun.